Diqqət pirbora. Bugünkü çəkilişimiz Hyundai Elantra 1.8 Dodge motor 2012-ci ildir. İstehsalçı tərəfindən 2012-ci ildir. Deməli, korobka problemi ilə bağlı yaxınlaşıb qardaş. Qardaş bizim yanımıza gəlib, usta yanından. Salam aleykum, xoş gəlmisiniz. Yaxın gəlin, zəhmət olmasa səsiniz düşür. Nə ilə bağlı yaxınlaşmısınız? Korobka problemi ilə bağlı. Nəyinir ki maşın? Korobkaya keçməkdə problem yaranır. Deməli, surətlər qutusunun maşına əyləşirsiniz. Surətlər qutusu bu halda olur və ilişir. Baxın, görürsünüz, bax ayağım pedalda, tormozda bu keçmir. Buradan ancaq bu vasitəsilə belə keçirdib qardaş, kodlaya bilir bunu. Diqqət, bəli. Baba keçdi artıq, yerinə indi parkovka. Bu şəkildə. Və burada pirborda göstərəcək paneldə korobkanın, surətlər qutusunun harda olduğunun komandası göstərmir. Yəni bilinmir ki, maşın tanımır. Korobkanın beyni ilə motorun beyni əlaqəni kəsib. Bunun bir çox səbəbləri var. Yaxınlaşmısınız usta yanına? Bəli, yaxınlaşmışıq. Nə işlər görülüb? Korobkanın yağı dəyişilib, sonra bəli, selektor dəyişilib, korobkanın yağı filtri dəyişilib, açılıb və bununla da bağlı problem olmayıb. İndi selektorun işdəkirini çıxart, təzədən tax. İndi baxın, yenidən mən zamoko bağlayacağam, atacağam. O ora gələcək. Bax gördünüz, P hərfi gəldi. İndi bax bunsuz, bu birisiz burada elə olanda buradan kömək edirsiniz. Liboy 90% avtomobillərdə bu cürdür. Artıq indi qaydasındadır. Yenə də bir də görürsünüz ki, gedir. İndi problemi sizə göstərirəm, birlikdə baxaq. Bu avtomobilin selektorudur. Bax burada yerləşir. Bu işləyir. Çıxartdıq selektor dəyişməyinə, korobkanın yağı filtri dəyişməyinə baxmayaraq problem anadan qalxmayıb. Akkumulyator açılacaq, sizə problemi göstərirəm. Diqqətlə sonacan izləyək. Akkumulyator çıxart. Və kodu nədir bunun? Bu kodu da sizə göstərirəm. Selektorun birbaşa özündən şikayət eləyir. Septatik diapazon transmisiya. Deməli, arxasınca gedirik ki, burada səhvlər bizə nəyi göstərir? Korobkanın bizə birbaşa verdiyi səhv həqiqətən də selektorla bağlı olacaq səhvlərdir. Gəlin birlikdə maariflənək, görək buradakı problem nədir. Akkumulatoru çıxardırıq. Akkumulatoru çıxartdığımıza görə diaqnostikanın gəldiyi səsdir. Burada avtomobilimizin motorlu beyin yerləşir. Motorlu beynin 1, 2, 10 botlardan ibarətdir. Bunu açacağıq. İndi beyin gələcək qabağa. Sizdə problemin nə olduğunu göstərəcəm. Hal-hazırda indi bütün motorxananın provodkasını ayırırıq. Və bu da sizə probleminizin həllini göstərirəm ki, baxasınız. Bax, problem hardadır? Problem birbaşa motorxana yuğulandan sonra yaranmış beyində olacaq aksideniyadır. Bu yuğulub təmizlənəndən sonra problemi bir daha təkrar yoxlayacağıq. Bir dənə də bunu da ayırın. Artıq burada da başlayıb. Yeni bu ayaqlara baxın. Bu da bizim motorlu beyində olacaq problemlər. Qardaşın deməli, baxın, elə bir proses olur. Qardaş mənə buranı göstərir ki, nə edir? Akkumulatoru açmaq üçün, klemaları ayırmaq üçün onu açar. Aç felkalar. Yəni qardaşın günü bundan ibarətdir. Buza problem olur. Gəlir buradan salır. Skorsu dəyişir, gedir. Mənim də yığır ki, usta, mən neyniyim? Və usta yanından yaxınlaşıb yanımıza. Problem indi hal-hazırda kökündən həll olunacaqdır. Getdik. İşimizin sonu da nəticəsi. Getdik.
Açarları zəhmət olmasa. Bu da bizim işimizin sonu. Atverkaya son. Usta atverkaları verərsiniz. Usta nə idi qardaş? Atverkaları sizdən istəyirəm. Bir dənə, 2 dənə atverka, bir dənə də 10 açar maşınımı düzəltdim, bana mən səndən götürdüm. Hədiyyə, sizə hədiyyə. Bizim hədiyyəmiz maksimum bu olar. Sağ olun.